Salam, hər vaxtınız xeyir olsun. Mən Həvva Zamili. Növbəti sınağın izahını bu videoda sizə təqdim edəcəm. Keçək birinci sualın izahına. Üzgünlük və üzləşdirmə sözləri ilə bağlı ortaq fikri seçin. Hər ikisi başlanğıc formadadır. Üzgünlük sözü başlanğıc formadadır. Amma üzləşdirmə sözünün başlanğıc formada olub-olmadığını dəqiq demək mümkün deyil. Buradakı mə leksik və qrammatik şəkilçi kimi düşünülə bilər. Ona görə A variantı yanlışdır. Vurğuları eyni hecadadır. Daha doğrusu A variantı ehtimaldır. Vurğusu eyni hecadadır. Yenə də vurğusu, ikinci sözün vurğusu həm son hecada, həm də üçüncü hecada düşünülə bilər. Bu da ehtimaldır. Feili xəbər ola bilər. Üzləşdirmə sözü feili xəbər ola bilər. Üzləşdirmə şəklində işlənərsə, əmr şəklində feili xəbər ola bilər. Digər söz isə yalnız ismi xəbər roluna çıxış edə bilər. Bu da ortaq olmayacaq. Başlanğıc formalarını dəyişdirən eyni sayda şəkilçi işlənib. İlk sözdə 2 leksik şəkilçi var. İkinci sözdə isə 2 və ya 3 leksik şəkilçi kimi düşünmək mümkündür. Ona görə eyni sayda şəkilçi işlənib fikrini dəqiq götürə bilmirik. Bu da ehtimaldır. Vurğusu söz kökünə düşə bilməz. Bu hər ikisi üçün ortaq cəhətdir. Birinci sözün vurğusu sondadır. İkinci sözün isə ya üçüncü ya da dördüncü hecadadır. E variantı doğrudur. Onlar sudan, havadan, işıqdan qidalanır, insan qayğısından bəhrələnib böyüyürlər. Nümunəyə aid doğru fikir soruşur. Yalnız bir cümlə özvünün həmcinsliyi var. Burada sudan tamamlıq, havadan həmcins tamamlıqlar, qidalanır və böyüyürlər isə həmcins xəbərlərdir. Hər ikisi onlar mübtədasına aiddir. Ona görə də bir cümlə özvünün həmcinsliyi var fikri yanlışdır. İki cümlə özvünün həmcinsliyi var. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Həmcins xəbərli sadə cümlədir. Ona görə B də yanlış. Ellipsisə rast gəlinmir. Bu da yanlışdır. Çünki buradakı qidalanırlar sözündə lar şəkilçisi ixtisar olunub. Saytlərdən birinə nümunədə rast gəlinmir. Nümunədə bütün qapalı saytlər iştirak edir. Demək, bütün qalın saytlər iştirak edir, amma incə saytlərdən E saytı iştirak eləmir. Ona görə də D variantı da birinə rast gəlinmir, doğru fikirdir. D variantı doğru fikirdir. Bunu doğru götürək. Tabesizlik əlaqəsi həm sözlər, həm də cümlələr arasındadır. Deməli, bu cümlə həmcins xəbərli sadə cümlə olduğu üçün burada cümlələr arasında tabesizlik əlaqəsi yoxdur. E variantı yanlışdır. Çınar ona taxta parçasına təskinlik verərək dedi. Bir dərdini danış görüm, sənə nə olub? Axı, ay taxta parçası. Nümunə ilə bağlı buraxılmış durğu işarələrini bərpa edək. Çınar ona taxta parçasına əlavə var burada. Təskinlik verərək dedi qoşa nöqtə. Yeni sətirdən verildiyi üçün tire qoyuruq. Bir dərdini danış görüm. Vergül, sənə nə olub axı? Vergül, ay taxta parçası xitab olduğu üçün sonunda da burada sual işarəsi qoyulur və bu formada olacaq. Deməli, tire, qoşa nöqtə, yenə tire, sonra vergül, vergül, sual, dırnaq yoxdur, xeyr, bu qədər. Deməli, buna uyğun olan variantımız varmı? Baxaq. Buna uyğun gələn variantımız bunu dırnağı çıxmaq şərti ilə C variantı olacaq. Burada dırnaq sözü artıq yazılıb. Belə. Növbəti sualın izahına baxaq. Hansı nümunədən köməkçi nitq hissəsini və ya hissələrini çıxarsaq məzmunda dəyişiklik yaranmaz. Sənə heç nə deməyəcəyəm. Bu nümunədə ümumiyyətlə köməkçi nitq hissəsi yoxdur. Vətənə sarı yola düşdük. Bunu çıxarsaq qoşmanı, vətənə yola düşdük, yenə də məzmuna bir xələl gəlməz. O elə cavabımız olacaq. Qoy bunu biz həll edək. Burada qoy ədatını çıxarsaq, cümlənin xəbəri şəklini dəyişə bilər. Əmr və ya arzu şəklində düşünülə bilər. Qoy əmr ədatını işlədəndə isə yalnız əmr şəklində düşünə bilirik. Ona görə də C variantı dəyişiklik yaradır. Bilirdinmi kitabı Vaqif üçün alıb? Burada köməkçi nitq hissələri mi və üçün var. Mini çıxarsaq məzmunda dəyişiklik yaranmaz. Yenə də sual cümləsi olar. Amma üçün sözünü çıxarsaq burada dəyişiklik baş verər. Vaqif alıb, Vaqif üçün alıb. Burada qoşma məna çaları qatıb. Ona görə də çıxardığımız zaman həm cümlə üzvü
dəyişir, həm də ki, sözün mənaçaları dəyişir. Nə sən deyən oldu, nə mən deyən. Nəni çıxarsaq, sən deyən oldu, mən deyən. Deməli, bu nümunədə nə inkarlığını çıxardanda cümlə təsdiqə çevrilir. Ona görə də cavabımız olur B variantı. 5-ci sualın izahına baxaq. İxtiyari cümlə haqqında aşağıdakı məlumatlarımız var. Cümlədə həmcins üzvlər iştirak edib, bərabər hüquqlu cümlələr iştirak edib. Hansı variant yanlış olar? Tabesizlik əlaqəsi yalnız cümlə üzvləri və cümlələr arasındadır. Tabesizlik əlaqəsi yalnız dediyi üçün bu fikir yanlışdır. Çünki burada cümlə üzvləri və cümlələr arasında bərabər hüquqluluq var. Amma bu o demək deyil ki, sözlər arasında yoxdur. Yəni cümlə üzvü olmayan sözlər arasında yoxdur. Xitablarda da burada tabesizlik əlaqəsi ola bilər və yaxud da söz birləşməsinin aslı tərəfində də həmcinslik olub, orada da tabesizlik əlaqəsi ola bilər. Bunlar cümlə üzvünün həmcinsliyi sayılmır. Ona görə də A variantı elə yanlış fikirdir. Tabelik bağlayıcısı cümlədə işlənə bilər. Əlbəttə ki, işlənə bilər. Cümlədə bərabər hüquqlu cümlələr varsa, o demək deyil ki, orada tabellik bağlayıcısı iştirak edə bilməz. Məsələn, deyirəm ki, bilirəm ki, gələcəksən, amma o deyirdi ki, gəlməyəcəksən. Bu cümlələr bərabər hüquqlu cümlələrdən ibarətdir. Amma ilə bağlanıb qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdir. Amma tabesiz mürəkkəb cümlələrin hər iki komponenti özü də tabeli mürəkkəb cümlələrdən təşkil olunub. Ona görə də həm birinci, həm də ikinci komponentin içərisində tabeli bağlayıcısından istifadə edə bildik. Bu doğru fikirdir. Yəni, C-də cümlədə qeyri-həmcins təyinlər ola bilər. Təbii ki, ola bilər. Bu yanlış fikir deyil. 2 qrammatik əsasdan ibarət olmaya bilər. Bəli, 3 qrammatik əsasdan da ibarət ola bilər və yaxud da daha çox qrammatik əsasdan. D doğru fikirdir. Həmcins üzvlər eyni suala cavab verməyə bilər. Bu da doğru fikirdir. Bəzən cümlədə həmcins üzvlər eyni suala cavab verməyə də bilir. Məsələn, həmcins mübtədalardan biri şəxs anlayışını, digəri cansızları ifadə eləyəndə o zaman kim və nə sualına cavab verən iki mübtəda ola bilər. Məsələn, deyə bilərik ki, mən də, Bakıda sənin üçün darıxmışdıq. Bu nümunədə kim və nə sualına cavab verən cümlə üzvləri var. Həmcinsdir, amma eyni suala cavab vermir. Deməli, doğru cavabımız A variantı olur. İkinci dərəcəli üzvlərdən yalnız birinin iştirak etdiyi ümumi şəxsli sual cümləsi hansıdır? İlk növbədə sual cümləsini axtardığımız üçün C variantını çıxırıq. Sonra ümumi şəxsli cümlə axtardığımız üçün B variantını çıxırıq. Ümumi şəxsli deyil. Sonra A variantı da qeyri-müəyyən şəxslidir. Bu variantı da çıxacağıq. D və Y variantı qalır. Bunlar hər ikisi ümumi şəxsli cümlələrdir. İkinci dərəcəli üzvlərdən yalnız biri iştirak etməlidir. Dağıdarlar xəbər, ailə tamamlıq, sözə görə, nə səbəbə? Deməli, burada səbəb zərfliyi, hər də təyin. Burada müxtəlif ikinci dərəcəli üzvlər iştirak edib, ona görə də bu ola bilməz. Heç belə adamın da xətrinə dəyərlər. Adamın xətrinə dəyərlər xəbər. Heç köməkçi nitq səsi, belə isə təyin. Deməli, bu nümunədə ikinci dərəcəli üzvlərdən yalnız biri iştirak edib. Digər şərtləri də ödəyir. Ümumi şəxslidir və sual cümləsidir. 7-ci suala baxaq. Hansı sözün leksik mənası səhv göstərilib? Monoteizm, tək Allahlılığa əsaslanan dini təlim doğrudur. Lokomotiv, vaqonları hərəkətə gətirən maşın, bu da doğrudur. Arsenal, silah ambarı, bu da doğrudur. Metamorfizm, şəklini dəyişmiş, başqa şəklə salınmış. O metamorfik olmalıydı. Metamorfizm şəkil dəyişmə deməkdir, çevrilmə deməkdir. Başqa şəklə salınma deməkdir. Yəni bu isim olan sözdür. Şəklini dəyişmiş deyəndə isə biz bunu sifət kimi metamorfik sözünü düşünə bilərik. Yanlış fikir budur. Gravür, metal, ağac, daş üzərində oyma üsulla yazılmış yazı, bu da doğru fikirdir. Cavab D variantıdır. 8-ci sualın izahına baxaq. Leksikologiya sözünün təhlili ilə bağlı doğru variantı seçin. Tələffüzündə iki fərqli məqam var. Vurğusu 3-cü hecadadır. Leksikologiya vurğu 4-cü hecadadır. A variantı yanlışdır və tələffüzündə bir fərqli məqam var. O A'ya keçir.
Vurğusu konservatoriya sözünün vurğusu ilə eyni hecadadır. Konservatoriya 4-cü hecadadır. Bu isə doğru. Hər iki sözün hərf və səs tərkibi arasında iki fərqli məqam var. Bu isə yanlışdır. Hər iki sözdə cəmi bir fərqli məqam var. Burada o aya keçir, burada da o aya keçir. Bir fərqli məqam var. Bu da yanlış. Bir dodaqlanan 3 incə, 2 qapalı sayt iştirak edir. Bir dodaqlanan o, 3 incə E, I və yenə I, 2 qapalı I və I. Bəli, sayt iştirak edir. Doğru fikirdir. Dilin lüğət tərkibini öyrənən şəxslərə verilən addır. Şəxslərə verilən ad deyil, dilin lüğət tərkibini öyrənən bölməyə, şöbəyə verilən addır. Bu isə yanlışdır. Tələffüzü ilə yazılışı bir məqamda fərqlənir, ikinci isə doğrudur, amma ümumilikdə fikir yanlış sayılacaq. 6 hecalıdır, peşə bildirən isimdir. 6 hecalı olması doğrudur, amma peşə bildirən yox, elm adıdır. Elmin bir bölməsinin adıdır, ona görə də E də yanlışdır. Cavab olacaq C variantı. Məsdər üçün doğru olan hansı fikir feili bağlama üçün yanlışdır? Bütün cümlə özvləri vəzifəsində işlənə bilmir. Məsdər üçün bu fikir bütün cümlə özvləri vəzifəsində işlənə bilmir, yanlışdır. Feili bağlama üçün doğrudur. Əksinə verilib. Ona görə A-nı götürə bilmərik. İnkarlıq növ və xəbərlik şəkilçilərini qəbul edə bilir. Məsdər hər üçünü qəbul edə bilir. Feili bağlama inkarlıq və növ şəkilçisi qəbul etsə də, xəbərlik şəkilçisi qəbul edə bilmir. Ona görə də bu fikir uyğundur bizə. Feili birləşmə əmələ gətirə bilir. Hər ikisi feili birləşmə əmələ gətirə bilir. Ortaqdır deyə çıxırıq. Sabit söz birləşməsinin ifadə forması ola bilər. Frazeoloji birləşmə məsdər və yaxud da feili bağlama şəklində də ifadə oluna bilər. Məsələn, qulaq asmaq və yaxud da qulaq asanda. Hər ikisi üçün ortaqdır. İsmi birləşmənin aslı tərəfi ola bilməz. İkisi üçün də yanlışdır. Çünki hər ikisi ismi birləşmənin aslı tərəfi ola bilər. Oxumağın faydası məsdər aslı tərəfi oldu və yaxud da oxuyub anlayanların nəticələri yenə də ismi birləşmənin aslı tərəfi ola bildi. Deməli, ortaq ismi birləşmə aslı tərəfi ola bilməz. İkisi üçün də yanlış fikirdir. Cavab B variantıdır. 10-cu suala baxaq. Vurğusu kökün üzərinə düşən sözlərin sayını tapın. Leysandır 2-ci hecadadır. Xəbərli şəkilsi vurğu qəbul etmir. Daxili vurğu sonuncu hecadadır. Daxilən vurğu ilk hecadadır. Ən şəkilçisi qəbul edəndə sözün vurğusu sözün öz hecasından da bir heca əvvələ gəlir. Növbəti hecaya ötürülmür, yerində də qalmır. Bir heca daha əvvələ gəlir. Daxil sözündə vurğu i-dədirsə, daxilən şəkilçi artıranda bir heca da əvvələ keçir. Təsadüfi vurğu sonuncu hecadadır. A burada sadəcə uzanıb, təsadüfən olsaydı A-da vurğu ola bilərdi. Ehtiyatla. Deməli, burada da ehtiyatla la vurğu qəbul etməyən şəkilçi olduğu üçün sözün kökünün son hecasındadır, kök üzərindədir. Yəni Rusca, Rus birinci hecadadır. Novellalar. Novella sözündə vurğu sayt üzərindədir. Şəkilçi də artıranda vurğu yerini dəyişməyib. Nisbətən. Nisbət sözünün kökündə vurğu var deməli ikinci hecada. Amma ən artırdığımız zaman isə vurğu bir hecada əvvələ gəlir, yəni ilk hecaya düşür. Burada da sözün kökündədir. Nevroloqlar. Nevroloq sözündə vurğu ikinci hecadadır. Lar artırdığımız zaman da yerində qalır. Yəni sözün kökündə. Sinxronlaşmaq. Laş və maq şəkilçiləri hər ikisi vurğu qəbul edə bildiyi üçün vurğu sonuncu hecaya ötürülüb. Skanerdən. Skaner sözünün vurğusu ilk hecadadır. Şəkilçi artırdığımız zaman da vurğu yerində qalır, ötürülmür. Yəni nə əvvələ, nə sonraya ötürülmür, yerində qalır. Deməli, kökün üzərində vurğusu olan sözlər 1, 2, sonra ehtiyatla 3, Rusca 4, novellalar 5, nisbətən 6, nevroloqlar 7 və skanerdən 8. 8 dənə sözün vurğusu kök üzərinə düşür. Bugünkü sınağın izahı bu qədər. Ümid edirəm hazırladığım suallar
faydalı olacaq sizin üçün. Hər birinizi növbəti sınaqlarda gözləyirəm. Uğurlar.